Bakıda hər gün yanından keçdiyimiz, amma çox vaxt fərqinə belə varmadığımız binalar var. Hətta elələri var ki, başımızı qaldırıb onların fasadına baxsaq, özümüzü Bakıda yox, Avropanın hər hansı bir əsrarəngiz küçəsində hiss eləyərik. Həmin binalar illərdir unudulmuş hekayələrinin yenidən səsləndirilməsini gözləyir. Bu işi də biz öhdəmizə götürürük və buna görə də Bakının nəzərdən qaçan, amma keçmişi ilə insanı heyrətləndirən 3 maraqlı məkanını bugün birlikdə gəzəcəyik. Elə isə başlayaq ilk dayanacağımızdan. Bu bina bizim keçmiş kişi gimnaziyamız olub. 1911-1912-ci illərdə inşa edilən bu bina vaxtilə İmperator 3-cü Aleksandr adına kişi gimnaziyası kimi fəaliyyət göstərib. Layihənin müəllifi isə memar Konstantin Borisoglebski olub. O dövrdə bina Bakı Real Məktəbindən sonra şəhərin ən böyük təhsil ocağı hesab olunurdu. Amma binanın tək nəzərə çarpan hissəsi onun nəhəng ölçüsü deyil, həm də binanın eksteryerinə diqqətlə baxanda burada İoniya üslubuna aid sütunları, xüsusi işlənmiş detalları, klassik memarlıq üslubundakı elementləri görmək mümkündür. Sanki həmin dövrdə bu bina sırf dərs keçmək üçün yox, həm də şəhəri daha da gözəlləşdirmək üçün tikilmişdi. Məktəbin tarixində maraqlı bir ad da var. Milyonçu və xeyriyyətçi İsa bəy Hacınski. O uzun illər məktəbin fəxri himayədarı olmuş və təhsil ocağının bütün xərclərini öz üzərinə götürmüşdü. Hətta təhsil xərclərini ödəyə bilməyən tələbələri belə öz hesabına oxutmuşdu. Sovet dövründə isə binanın taleyi dəyişir. Gimnaziya artıq xəstəxana kimi fəaliyyət göstərməyə başlayır. Uzun illər 4 nömrəli şəhər xəstəxanası kimi istifadə olunan bu bina 2018-ci ildən etibarən isə boş qalıb. On 19-cu əsrin sonlarında Bakı neftlə birlikdə sürətlə inkişaf edirdi. Ard-arda neft quyuları fontan vurur, sərvətimiz getdikcə artırdı. Amma neftin özü ilə paralel gətirdiyi bir təhlükə də var idi. Yanğın. Təsəvvür eləyin, əgər həmin dövrdə Bakıda güclü bir yanğın hadisəsi baş versəydi, şəhərin əhəmiyyətli bir hissəsi yanıb külə dönə bilərdi. Amma bütün bunlara baxmayaraq qəribə məqam burasındadır ki, hələ də mütəşəkkil və peşəkar bir yanğın söndürmə dəstəmiz yox idi. Bu məsələni ilk dəfə ciddi şəkildə gündəmə gətirən isə yenə Hacı Zeynalabdin Tağıyev olur. O, şəhər dumasındakı çıxışlarından birində şəhərimizin mütəşəkkil bir yanğın söndürmə briqadasına ehtiyacı olduğunu bildirir və nəticədə 1886-cı ildə ilk yanğın söndürmə briqadamız, komandamız fəaliyyətə başlayır. Təbii ki, bu xidmət üçün xüsusi bina da lazım idi. Layihə isə məşhur memar İosif Ploşkaya həvalə olunur. Beləcə 1899-1900-cü illərdə o gündə şəhərin mərkəzində diqqət çəkən bina inşa edilir. Binanın yerləşdiyi məkan da təsadüfi seçilməmişdi. Vaxtilə buralar şəhərin ən hündür məntəqəsi hesab olunurdu və bu binadan şəhərin istənilən nöqtəsindən qalxan tüstünü görmək asanlıqla mümkün idi. Hazırda tikilən hündür mərtəbəli binalar bu mənzərəni bağlasa da, bir vaxtlar Bakının gözləri buradan baxırdı. Hazırda isə bu bina 5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi olaraq dəyərləndirilir. Hazırda Bakının ən maraqlı memarlıq dəyişikliklərindən birini yaşamış binanın qarşısındayıq. Desək, yanılmarıq. Bu bina milyonçu Hacı Haşim bəy Kərimovun oğlu Əli Heydər bəyin adı ilə bağlıdır. Səyahət eləməyi çox sevən bu gənc, qayıtdığı Yaponiya və Çin səfərindən sonra orada gördüyü şərq memarlığına o qədər heyran qalır ki, öz doğma vətənində də həmin binalardan görmək istəyir və beləcə 1916-cı ildə bu binanın yerində yerləşən ambar rekonstruksiya olunaraq Mikado teatrına çevrilir.
Amma Sovet işğalından sonra binanın taleyi yenidən dəyişir. 1928-ci ildən etibarən teatrın fasadı tamamilə yenidən qurulur. Şərq üslubunu xatırladan elementlər sökülür, bina artıq teatrdan çox sərt və qapalı bir tikilini xatırladırdı. Ən maraqlısı isə budur ki, hazırda gördüyünüz bina son 100 ildən artıq müddətdə düz 5 dəfə dəyişərək sadə ambardan hazırda gördüyünüz versiyasına çevrilmişdi və bu bina 2008-ci ildən etibarən Səməd Vurğun adına Rus Dram Teatrı kimi fəaliyyət göstərir. Gəzdiyimiz binalar bizə göstərir ki, şəhərin ən maraqlı hekayələri düşünülənin əksinə ən məşhur binalarda yox, dəyişə-dəyişə öz kimliyini deformasiya eləmiş, dəyişmiş binalarda gizlidir.